Allah Teala sizin analarınıza sabır versin. Şehit analarına sabır versin. Şehit evlatlarına tuta versin. Allah rahmet eylesin. Gözleri sevilsin, onların bağlılıklarına açılmalı olsun. Eğer onlar şehit olurlarsa, inşallah ruhlar cennettedir. Allah onları bize kıyametle şefaat eylesin. Allah müqəddəs şəhid adını onlara verir. İmam Hüseyin onları şəhidlər sərsən. Yani değil durun en azın yanına. Keçimler bu. Allah sizə səbir versin. Allah müqəddəs bağlılıqlar versin. Bütün şəhidlərimizin, valideynlərimizin arasında baş əyir. Allah buradan çalışsın. Bugün Azərbaycan Cümlə qəsəbəsinin dəqiqiyiz, öz qəsəbəmizin 13 bugün 1994-cü ildə 4 yanvar 1-ci ay 13 işçimiz var. 13 işçilərimizin bir təbrikidir. Alimimiz, elmimiz Hacı İslam sağ olsun. Allah kömək olsun. Şəhid atamız Əhməd Əli ata, şəhid qardaşımız Eşət də buradadır. Ne var eş? Cümlə qəsəbəsinin şəhidlərinin 2 şəhidi var. Böyük bir qəsəbədir. Bugün bura toplaşıb bu şəhidlərimiz yadırmayı bugün Ramiz Məmmədov mənim dayım, Nasir Əli, ümumiyyətlə bütün şəhidlər hamısı bizimkidir. Hamısı bizimkidir. Sayı mənə qutarmaz. Bugün 13 dənə işçimiz var. Bugünkü gündə, ayın 4-ündə. Mən bütün analara səbr arzu edirəm. Allah bütün analara dəyməsin, atalara dəyməsin. Bugün buraya yığılmağımızın səbəbi o ki, şəhidlərimiz yaddır. Onları ziyarətgahına gəlmiş. Allah şəhid atalarına, şəhid valideynlərine səbr versin. Allah sizə dəyməsin, var olun. Canınızı sağ olsun, boş verin. Allah güzel kardeşine rahmet eylesin. Amin. Amin. Dayandı.